Salam, xoş gördük hər birinizi. Bu günləri təmizlik vlogu çəkmək istədim. Novruz bayramına aid olan iqruşkaları, bəzəkləri götürmək istədim. Dedim otağı təmizləyim. Yavaş-yavaş burada hamısını bir-biri yerləşdirdim ki, inşallah Allah qismət eləyər, gələn ildə yenə düzəldərəm. Başladım təmizləməyə, yığışdırmağa. Burada da xonçanın artıq olan veşlərinin içindən, nə bilim, uşaqlara aid olan veşlər vardı. Onları götürdüm, çıxartdım. Xonçanı da hamısını bir yerə yığdım ki, onsuz da gələn yenə istifadə eləyəndə səlqəli götürüb inşallah istifadə edərəm. Və artıq olan veşlərin hamısını bu qaydada yığıb, paketə bağlayıb mən şkafın başında saxlayıram ki, mən üçün asan olsun. Gələn ili bir də istifadə etmək asan olsun. Bu da həvəslə qoyduğumuz səmənin sonu. Burada artıq təmizlədim, qutardım. Uşaqlar da evdə ruçka ilə, karandaşla oynamaq çox xoşladıqları üçün hər yer bu qaydadadır. Və buraları da təmizlədim, sildim. Sonra keçdim güllərə. Gülləri də suladım. Onları da demək olar ki, çimizdirdim yaxşıca. Ondan sonra pəncərənin qabağına qaytardım, yerinə qoydum. Hər yeri yaxşıca silib süpürdüm. Demək olar ki, bu otağı tərtəmiz gül kimi yığışdırdım, qutardım. Keçid aldım o birisi otaqlara. O birisi otaqların videosunu çəkmədim. İnşallah onları da bir gün paylaşaram. Mənim kanalım təzədir. Mənim kanalıma abunə olmağı və öz fikirlərinizi də bölüşməyi unutmayın. Otağın son halı belə oldu. Təmizlədim, yığışdırdım. Kanalıma abunə olmağı və öz fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, Allaha əmanət olun.